Salam uşaqlar, RFM hazırlaşanlar üçün 7-ci sinif RFM kitabından qüvvə və onun növləri ağırlıq qüvvəsinə baxaq. Birinci sual. Budaqdan qopan alma hansı istiqamətdə hərəkət edir? Deməli, biz bilirik ki, cisimlər yer tərəfindən cəzb olunur. Bizim də yerimiz, deməli, cismimiz, baxın, buradadır. Bizim cismimiz buradadır. Bu cisim qopur və yerə düşmək istəyir. Bu cisim qopanda bəzən uşaqlar elə bilir ki, yer bura sayılır və aşağı doğru düşməlidir. Xeyr, bu səhvi eləməyin. Bizim yerimiz burada göstərilir. Baxın, yerimiz buradadır. Və cisim qopanda yer tərəfindən cəzb olunduğuna görə aşağıya doğru yerə tərəf cəzb olunacaq. Cavab 3-dür. Və yaxud cismimiz burada olsun. Cismimiz buradan qopub düşsə nə edəcək? Aşağıya doğru. Deməli, ağırlıq qüvvəsi aşağıya doğru olacaq. Cismimiz buradadır. Bu cisim qopub düşəndə aşağıya doğru düşməyəcək. Yer tərəfindən cəzb olunduğuna görə sağa tərəf olacaq. Cismimiz tutalım buradadır. Bu cismimiz hara cəzb olunacaq? Yenə aşağıya doğru olmayacaq. Yer tərəfindən cəzb olunacaq. Bu formada olacaq. Deməli, ikinci sualımız. Şəkildə yer kürəsinin müxtəlif hissələrində eyni kütləli 3 kürə təsvir edilmişdir. Yəni, M1, M2, M3 bir-birinə bərabərdir. Verilmiş nöqtələrdə kürələrə təsir edən ağırlıq qüvvələrini müqayisə edin. Gəlin əvvəlcə biz baxaq ki, deməli, bu cismin radiusu, baxın, bunu mən belə tamamlasam. Mərkəzdən keçən ox ətrafında fırlanma zamanı omeqalarımız sabitdir. Biz bu zaman nəyə baxırıq? Radiusuna baxırıq. Radiusuna baxırıq ki, buradan bura qədərdir. Bu zaman 3-ün də radiusu buradan bura qədərdir. Baxırıq ki, 1 ilə 3-ün radiusları eynidir. Amma 2-yə görə baxsam, 2-nin radiusu çox kiçikdir. Və biz yaza bilərik ki, bu zaman R1, R3-ə bərabərdir, R2-dən böyükdür. Biz bilirik ki, F bərabərdir J, cismin kütləsi, yerin kütləsi isə böyük M-dir. M vur M bölək R kvadratıdır. Və bizim R-imiz artdıqca qüvvəmiz azalmalıdır. Deməli, ekvatordan qütblərə doğru getdikcə radius azalır. Radius azaldığından qüvvəmiz artır. Deməli, bu zaman F1'imiz F3'ümüzə bərabər olar. F2'mizdən kiçik olar. Cavab D bəndi. Üçüncü, şəkildə verilənlərə əsasən 5 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsinin yerdə və Yupiterdə qiymətini tapın. Deməli, tapaq. Kütləmizi bizə verib 5 kiloqram. Aha, deməli, əvvəlcə yazaq ki, yerdə bizim qüvvəmiz nəyə bərabərdir? F yer bərabərdir 19,6 Newton. Bizə burada kütləni də 2 kiloqram verib. Onda J yer bərabərdir, F bərabərdir mJ'dir də. Buradan J'ni tapsaq, F bölək M olar. Deməli, J yer bərabərdir F yer bölək M. F yerimizi bizə verib 19,6, kütləmizi də bizə verib 2. 19,6-nı 2-yə böləndə 9,8 Newton böl metr. İndi gəlin, biz Yupiter üçün qüvvəmizi tapaq. F Yupiterimizi özü bizə verib 46,6 Newtondur. Biz J yeri tapsaq, J Yupiteri tapsaq, bərabərdir F Yupiter bölək M. Deməli, Yupiter üçün qüvvəmiz 6, kütləmiz şəkildə özü verib 2. Bu da edər 23,3 Newton. İndi mən ağırlıq qüvvəsini yer üçündə, 5 kiloqram cisim üçündə, Yupiter üçündə tapacam. Kütləmizi bizə deyir 5 kiloqram cisim. Deməli, J'ni də bizə verib 9,8. 9,8-i 5-ə vuranda 5 dəfə 8-in 40, 4 yadda 49. Deməli, 49 Newtondur elə. 49 Newton. Deməli, Yupiter üçün yazsaq,
ağırlıq qüvvəsini Yupiter üçün yazsaq, yazarıq 5 vuraq 23,3. O da bərabərdir. 3 də 5'in 15 bir yadda, 15, 16 bir yadda, 16. Deməli 116,5 Newton. Deməli yer üçün 49 tapdıq, Yupiter üçün 116,5 Newton tapdıq. Cavab A bəndi. İndi 4-cü şəkildə 2 laboratoriya dinamometri verilmişdir. Şagirdlər K və cisimlərini dinamometrlərdən asaraq onlara təsir edən ağırlıq qüvvələrini təyin edir. Dinamometrlərin göstərişinə əsasən müəyyən edin. Açıq tipli sualdır. Gəlin baxaq. Deməli K və L cismi asılıbdır. Görürük ki, K cismi burada asılıb, L cismi də buradan asılıb. Və K cismi asılanda burada 20 Newton göstərir. Onda biz bir bölgünün qiymətini tapsaq, bilirik ki, bir bölgünün qiyməti necə tapılır? İki ən yaxın qonşunu aralarındakı sayına bölürük. Yəni iki qonşumuz biri 20, digəri 0. Götürərəm aralarındakı sayına bölərəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10'a bölərəm. Mənə 2 Newtonu göstərir. Deməli mənim bir bölgüm 2 Newton imiş. Eyni qaydada burada da bir bölgünü tapsam, 10'dan 0'ı çıxaram. Burada da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10'a bölərəm. Bu da edər 1 Newton. Burada da bir bölgünün qiyməti 1 Newtondur. Deməli K və L cisimlərinə təsir edən ağırlıq qüvvəsi. İndi baxarıq ki, bizdə bu hissəni göstərir. Deməli onda nə qədərdir? 2, 4, 6, 8. Deməli K cismi 8 Newton göstərir. L cismi buranı göstərir. Deməli 1, 2, 3, 4, 5, 6. Çünki bir bölgü 1 Newtondur axı, 6 Newton. Bunlar tapdıq. Hansı dinamometr daha həssasdır? Təbii ki, uşaqlar cismi asılan, yəni Y dinamometri deyək də, burada qeyd olunub, L cismi asılan Y dinamometri daha həssasdır. Səbəb də odur ki, bölgü qiyməti biz tapdıq ki, 1 Newtondur. Bölgünün qiyməti nə qədər kiçik olarsa, daha dəqiq ölçmələr apara bilərik. Ona görə Y dinamometri daha həssasdır. C və K və L cisimlərinin yerini dəyişsək, dinamometrlər hansı bölgünü göstərir? K-nı deyir bura asın, L-i də bura asın. Biz K-nı L tərəfə assaq, bizə neçə bölgünü göstərəcək? Deməli, K-nı götürürəm, L tərəfə asıram. Bu zaman deməli, neçə bölgünü göstərər? Baxaq. K-mız neçə Newtondur? 2 Newtondur. Tapdıq ki, 2 Newtondur bir bölgü. Deməli 2, 4, 6, 8 idi. Elə mən gətirib o 8 Newtonu bura assam, burada bölgünün sayı nə qədər idi? 1 Newton. Deməli 8 Newtonu bura assam, mənə 8 bölgünü göstərəcək. K-nı L-in yerinə assam, mənə 8 bölgü göstərəcək. Bəs L-i K-nın yerinə assam neçə göstərəcək? İndi L-i K-nın yerinə asaq. Bizdə L neçə Newton tapdıq? L tapdıq 6 Newtondur. Mən 6 Newtonluğu gətirib 2 bölgü göstərən yerə assam nə qədər göstərir? Təbii ki, 6-nı 2-yə bölərəm, 3 bölgü göstərir. Deməli, 5-ci sual. Şəkildə dinamometrlərin üzərindəki bir bölgünün qiyməti 8 Newtondur. D1 və D2 dinamometrləri və eyni kütləli K cisimləri şəkildəki kimi asılmışdır. D2 dinamometrin ağırlığı neçə Newtondur? İndi baxın uşaqlar, deməli eyni kütləli K cisimləridir və bir bölgünün qiymətini 8 Newton verir, bizə D2-ni istəyir. Baxırıq ki, D1-də baxın 1, 2, 3, 4, 5 dənədir. Deməli 5 dənədirsə, hər bölgü 8-dirsə, bura 40 Newtondur. Burada isə 1, 2. Deməli 2-ni 8-ə vuraram, mənə 16 Newtonunu göstərir. İndi baxaq ki, D2 dinamometrilə yalnız K cismi asılıbdır. D2 yalnız K-nı ölçür. Bu o deməkdir ki, bizim burada göstərdiyimiz 16 Newton nəyə, hansı cismə aiddir? K cisminin ağırlığına aiddir. Amma D1 dinamometrindən həm K cismi asılıb, həm D2 dinamometri asılıb, həm də K asılıb. Onda mən yazaram ki, D2 cismindən yalnız D2 cismindən yalnız K asılıb. Neçə bölgüsü var? 2 bölgüsü var. Demək ki, PK nəyə bərabərdir? 16 Newtona bərabərdir. D1 cismindən
D1 cismindən yazdım, dinamometrindən. Hə, dinamometrdən. Aha, D1 dinamometrindən nələr asılıb? D2 asılıb və 2 ədəd K cismi asılıb. Onda mən bunun çəkisini yazmaq istəsəm, ümumi nə yazaram? Yazaram ki, ümumi P, 2 dənə PK-mız var da, 2 dənə PK üstə gələk, bir dənə P dinamometr 2-ni yazaram. Məndə ümumi D1 neçə göstərir? 40 göstərir də, 40 bərabərdir 2 vuraq, PK neçə göstərir? 16 göstərir. Onda P, D2-ni tapa bilərəm. Bunların da hasili 32-dir. PD2 nəyə bərabərdir? 40 çıxaq 32 Newton. Bu da edər 8 Newton. Cavab A bəndə. Deməli, şəkildə D1 və D2 dinamometrləri ilə 40 Newton ağırlığında P cismi tarazlıqdadır. Dinamometrlərin hər birinin ağırlığı 5 Newton olarsa, dinamometrin göstərişini təyin edin. Deyir, hər birinin ağırlığı 5 Newtondur. D1, bayaq dediyimiz kimi, D1-dən nələr asılıb? D2 və bu cisim asılıbdır. Cismin özünün ağırlığı nə qədərdir? 40 Newton. Bunların hər biri nə qədər göstərir? 5 Newton. Dedik ki, D1-dən nələr asılıb? Aşağıdakılar asılıb. Onda D1 nələri göstərər? 40 plus 5, yəni 45 Newton. Bəs D2-dən nə asılıb? Yalnız cismimiz asılıbdır. 40 Newton ağırlığındakı cismimiz. Onda D2-miz yalnız nəyi göstərər? D1-imiz 45-i göstərir. D2-miz yalnız nəyi göstərər? 40 Newtonu göstərər. 45 və 40. B bəndi. Cədvəldə müxtəlif planetlərdə 1 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsinin qiyməti verilmişdir. İp ən çox 45 Newtonluq gərilmə qüvvəsinə dayana bilir. Aha, 5 kiloqram kütləli bir cisim həmin ipdən asıldıqda hansı planetdə ip qırılmada tarazlıqda qalırlar. Deməli deyir ki, 1 kiloqram cismə təsir edən ağırlıq qüvvəsini veribdir. Bunlar bizim elə bil ki, ağırlıq qüvvələrimizi veribdir ki, 4 Newton, 9 Newton, 10 Newton və 11 Newton. Təbii ki, bunların hamısı 1 kiloqram cismə məxsusdur. 1 kiloqram cismə məxsusdursa, mən J-ni tapsam, J bərabərdir F böl M-dən hər biri üçün 4-ü 1-ə bölsəm 4. Deməli, elə 4 Newton böl metrdir. Bu 4 Newton böl metrdir. Bu 9 Newton böl metrdir. Bu da 10 Newton böl metrdir. Bu da 11 Newton böl metrdir. Aha, bunları tapdıq. İndi deyir ki, 5 kiloqram cismi assaq, tarazlıqda qalar. Yəni, ip qırılmaz. Neyniyərik? Bir-bir yoxlayarıq ki, F ağırlığı tapsaq, mj deyil. M-mizi nə verir? Bizə 5. J-miz Mars üçün nədir? 4. 20 tapdıq. Deməli, Mars üçün 20 tapdım. İndi Venera üçün tapacağım. Venera üçün F 5 vuraq 9 nə edər? 45 Newton. İndi yer üçün tapacağım. F bərabərdir 5 vur 10. 50 Newton. Neptun üçün F bərabərdir 5 vur 11. 55 Newton. Deməli, bizə demişdi ki, 48 Newton gərilmə qüvvəsi. Deməli, baxırıq ki, uşaqlar, deməli, bizə 48 Newton verib. Biz 20 tapdıq, 45 tapdıq, digərini 50, digərini 55. Deməli, 20 və 45 48-dən kiçik olduğundan ip qırılmaz. Amma 50 Newtonun 55 Newton 48 Newtondan ağır olduğundan ip qırılar. Tarazlıqda qalmaq üçün bizə kiçik ağırlıqlar lazım idi. Mars və Venera doğru cavabımız olar. 8. Şəkildə ipdən asılmış kürənin hərəkəti təsvir edilmişdir. Trayektoriyanın verilmiş nöqtələrində yer tərəfindən kürəyə təsir edən ağırlıq qüvvələrini müqayisə edin. İndi gəldik buna. Burada deməli, biz baxırıq ki, trayektoriyanın verilmiş nöqtələrində. Yəni bu nöqtədə deyir ki, bunlara təsir edən ağırlıq qüvvəsi. Biz bilirik ki, ağırlıq qüvvəsi cismin yer tərəfindən cəzb olunduğu qüvvədir. Deməli, bunların hər birinin ağırlığı M1, M2, M3 hər biri yerə doğrudur. Yəni F1, F2, F3. Deməli, ağırlıq qüvvələri trayektoriyanın formasından asılı deyil. Ağırlıq qüvvəsi mj ilə tapılır. Cismin kütləsindən və sərbəst düşmə tərcihindən asılıdır. Sərbəst düşmə tərcihimiz 9,8 təqribən 10 metr/saniyə kvadratdır. Və burada cismin heç birinin kütləsi dəyişmir. M və J dəyişmədiyinə görə, trayektoriyanın formasından asılı olmadığına görə F1, F2, F3 bir-birinə bərabər olar.
Kütləsi 45 kiloqram olan şagird çantası ilə birlikdə yerə 495 Newton qüvvə ilə təsir edir. Məsələn, tutalım bu oğlandır. Aha, bu oğlandır. Bunun kürəyində çantası var. Aha, bunun kürəyində çantası var. Deməli, bu oğlan yerə 495 Newtonla cəzb olunur. Aha. Newtonla yerə cəzb olunur. Şagirdin çantasının kütləsini istəyir bizdən. Biz bilirik ki, deməli, bizim ümumi ağırlığımız, yəni uşağın çanta ilə onun şagirdin ağırlığına bərabərdir ümumi ağırlıq. Bu ümumi ağırlığımızdır. Bizə ümumi ağırlığı 495 veribdir. Ümumi ağırlığı bizə 495 Newton veribdir. Çantanın ağırlığını tapa bilərik. Çantanın, çünki burada 45 kiloqramı bizə gətirib, verib, kütləsi 45 kiloqram olan şagird. Şagirdin kütləsini verib. Yəni, M şagird 45 kiloqramdır. Deməli, biz F şagirdi tapa bilərik. F şagird MJ-dirsə, 45-i vuraram ona, 450 Newton taparam. Deməli, şagirdin yerinə 450 Newtonu yazsam, çantanın ağırlığını tapa bilərəm. Çantanın ağırlığını da tapsam, 495-dən 450-ni çıxaram, mənə çanta olar 45 Newton. Biz də bilirik ki, ağırlıq qüvvəsi MJ ilə tapılır, yəni F çanta, M çanta vur J. Buradan da taparam ki, 45 bərabərdir, M çanta vuraq, J də ona bərabərdir. Buradan da taparaq ki, M çanta nəyə bərabərdir? 45 bölək 10. Bu da edər 4,5 kiloqram. C bəndi. Yerdə kosmonavta təsir edən ağırlıq qüvvəsi 850 Newtondur. Kosmonavt ay səthində olarsa, ona ay tərəfindən təsir edən ağırlıq qüvvəsi nə qədər olar? Baxın, yerdə təsir edən ağırlıq qüvvəsini verib. Deməli, ağırlıq qüvvəsinin yerdə 850 Newtondur. Onda mən F bərabərdir. M vuraq, J yer yaza bilərəm. Deməli, 850 bərabərdir. M vur, J yerimiz ona bərabərdir. M-mizi tapdıq ki, 85 kiloqram. Kütlə təbii ki, harda olur olsun, yerdə, ayda dəyişmir. Deməli, onda biz ağırlıq qüvvəsini, aydakı ağırlıq qüvvəsini tapmaq istəsək, MJ ayda taparıq. Deməli, 85 vuraq, 1,6. Bu da edər 85 vuraq, 1,6. Vuraq, baxaq da. 85 vuraq, 1,6. Deməli, 3, 27, 5, 8, 0, 2, dəqiqə, 5 dəfə 6-nın 33 yadda, 8 dəfə 6-nın 48, 3 də yadda 51, 1-i 5-ə 5, 8, aha, 6, 13, vergidən sonra bir rəqəm, aha, 136 Newton. Cavab B bəndə olar. Deməli, 11-ci sual. Tili 2 metr olan alüminium kuba yer tərəfindən təsir edən ağırlıq qüvvəsini tapın. Aha, tilini verib bizə 2 metr. Kub deyir. Gəlin kubumuzu çəkək. Aha, bu bizim kubumuz. Eni uzunluğu, hündürlüyü qeyd elədik. Sıxlığını verib, J-sini verib, ağırlığını istəyir. Biz bilirik ki, ağırlıq qüvvəsi MJ ilə tapılır. Bilirik ki, M nəyə bərabərdir? Rho V-yə bərabərdir. M Rho V-yə bərabərdir. Mən M-in yerinə gətirdim, Rho V-ni yazdım. Hətta bilirik ki, kubun həcmi A kubu ilə tapılır. Yəni, uzunluğu, eni, hündürlüyü bir-birinə vurmaqdır da. Mən onda V-nin yerinə gətirərəm, A kubu yazaram. Rho vuraq, A kubu vuraq, J. Aha, indi verilənləri yerinə yazaq və tapaq. Rho-muz, Rho-nu baxırıq ki, bizə qram böl santimetrlə kubu ilə verib, amma burada tili metrlə verib. Deməli, biz əsas vahidə keçməliyik. Biz bilirik ki, 1 kiloqram 1000 qramdır. Onda 1 qram neçə kiloqramdır? Bunun əksi 10 üstü mənfi 3 kiloqramdır. Hətta bilirik ki, 1 metr 100 santimetrdir. Onda 1 santimetr neçə metrdir? 10 üstü mənfi 2 metrdir. Bəs bizdə kub var axı. Onda 1 santimetr kubumuz nə edər? 10 üstü mənfi 6 metr kubu edər. İndi mən 2,7 qram böl santimetr kubunu
çevirmək istəsəm nə yazaram? 2/7 vuraq. Qrama 10 üstü mənfi 3 yazaram. Santimetr kubuna 10 üstü mənfi 6 yazaram və çevirməmi apararam. Buradan da 3 ilə 6-nın 3-ü gedir. Digər 3 dənəsi isə məxrəcə, sürətə qalxır. 2/7 vur 10 üstü 3. Bu da edər 27. 2 dənə 0. Deməli 2700 kiloqram böl metr kubu. Aha, bunu tapdıq. Deməli sıxlığın yerinə 2700-ümüzü yazdıq. Tilimiz nədir bizdə? 2-dir. 2, 2, 2. Bu da nə edər? 8. Yəni 2-nin kubu. 2-nin kubu bizə 8-i verir. Vuraq 10. Deməli 7 dəfə 8-in 56, 5 yadda, 2 dəfə 8-in 16, 5 də yadda 21. 1, 2, 3 dənə də 0. Deməli cavab D bəndi. Aha, bu 11-ci sual. 12-ci suala baxaq. İndi 12-ci suala baxırıq. Sıxlığı bizə 8900 kiloqram böl metr kubu əsas vahidlə verib. F-in bizə deyir ki 26,7 kilonewton. Baxırıq ki burada əsas vahid deyil, kilo var. Yəni çevrilməmizi aparmalıyıq. 26,7 kilo 10 üstü 3 deməkdir. 10 üstü 3 newton. Bu da nədir? 26, 7, 3 dənədir deyə vergülümüzü çəkirik sağa. Çəkəndən sonra 2 dənə də sıfıra əlavə edirik. Bizim ağırlıq qüvvəmiz buna bərabərdir. Aha. F bərabərdir mJ'dir. M-in yerinə dedik ki, rho V yazırıq. J də qaldı. Bizdən həcmini istəyir. Həcmini tapsa F böl rho J-yə bərabər olar. F-mizi tapdıq ki 26700, rho-muzu tapdıq ki 8900, J-miz isə 10-dur. Mən buradan sıfırları ixtisar aparsam 267-ni 890-a bölsəm, deməli kalkulyatorla bölərik. Burada 0 tam bir dəqiqə kalkulyatorla bölüm. Aha, 0,3 metr kubu edər. Cavab C bəndi. 13-cü sualımıza baxaq. Marsda cismə təsir edən ağırlıq qüvvəsi. Aha, ağırlıq qüvvəsini Mars üçün veribdir ki 316 newtondur. Yerdə cismin kütləsi, ona təsir edən ağırlıq qüvvəsi, aha, yerdəki cismin kütləsini və yerdə ağırlıq qüvvəsini istəyir. Aha, deməli biz yazaq ki, F ağırlıq Marsda bərabərdir mJ Marsda. Deməli 316 bərabərdir m vuraq J Marsda 4-dür. M də bərabərdir 316 bölək 4. Bu da edər 7, 36, 9. Aha, 79 kiloqram. Biz dedik ki, yerdə olsun, Marsda olsun, kütlə dəyişmir. Onda yer üçün ağırlıq qüvvəmiz bərabərdir M vur J yerdə. Aha, bu da bərabərdir 79 vuraq yerdə 10-dur. Bu da edər 790 newton. Cavab B bəndi. İzlədiyiniz üçün təşəkkürlər.